Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun. Necəsiz? İmtahan prosesinə hazırlıq necə gedir? Mən Mətanət Nəbiyeva bugün sizlərə növbəti bir nəzəriyyənin, yəni həm MİQ, həm sertifikatlaşma imtahanında lazımlı olan və sual tipləri düşən Daniel Goleman nəzəriyyəsindən bəhs edəcəm. Gəlin görək Daniel Goleman nəzəriyyəsində nədən bəhs olunur və bu nəzəriyyəni, bunları şagirdlərə necə ötürmək olar. İlk olaraq müəllimlər yadda saxlayaq ki, şagirdin öyrənməsi üçün onun həm fiziki, həm emosional durumu yerində olmalıdır. Yəni şagird özünü fiziki cəhətdən dərsi öyrənməyə hazır hiss etməlidir. Eyni zamanda öyrənmə prosesi üçün bizim emosional durumumuz da yerində olmalıdır. Yəni emosional durumu yerində olmayan biri, həm şagird olsun, həm istər yetkin bir şəxsiyyət olsun, öyrənmə prosesində çətinliklərlə qarşılaşa bilər. Ona görə öyrənməzdən əvvəl mütləq bu durumları nizamlamaq lazımdır. Emosional zəka adətən bizim emosiyalarımızda, deməli birinci bizim harda mövcud olur? Emosiyalarımızda. Daxili hisslərimizdə bağ olur. Rasional zəka isə daha çox sözlərlə, düzgünlüklə və iradə ilə bağlıdır. Emosional intellekt irsi deyil. Məsələn, ola bilər ki, götürək irsiyyətdən necə bağlı deyil irsiyyətlə. Ata, ana emosional biri ola bilər, amma evlad tam fərqli rasional zəkada ola bilər. Bunu qeyd edə bilərik. Deməli, emosional intellekt irsi deyil, həyat boyu dəyişib inkişaf edir. Həyat təcrübəsi artdıqca emosional intellekt də təkmilləşir. Məsələn, götürək ki, hər hansı imtahan prosesində uğur qazanmadıq. İlk dəfə imtahan vermişik və uğursuzluğa düçar olmuşuq. Bu birinci dəfə bizə belə deyim də, pis təsir eləyə bilər. Emosional durumumuza pis təsir eləyə bilər. Amma bizim həyat təcrübəmiz artdıqca, götürək imtahan təcrübəmiz artdıqca, artıq bunları başa düşürük ki, hər bir uğurun kökündə mütləq bir uğursuzluq dayanır. Yəni, bugün mən uğur əldə etmişəmsə, mütləq hər hansı bir çətinliklərdən, maniyələrdən, uğursuzluqdan keçə-keçə bugünə kimi gəlib çıxmışam. Deməli, əgər emosional zəka, yəni emosional intellekt bizim emosiyalarımızla, daxili durumumuzla bağlıdırsa, rasional zəka daha çox düzgünlüklə bağlıdır. Gəlin bunu mən yenə bir imtahan modelində qeyd edəcəm. Şagird məsələn deyirəm ki, sınaq imtahanlarında iştirak edib və orada nəticəsi bir o qədər də ürək açan olmayıb. O bildirir ki, məsələn, mən gələn imtahanda çalışacağım ki, daha yaxşı nəticə əldə edim. Bu imtahanda üzülmədim, çünki hələ gələcəkdə məni müəyyən qədər imtahanlar, müəyyən qədər başqa proseslər gözləyir. Bax, bu artıq rasionallıqdan irəli gəlir, yəni düzgün olaraq yanaşma növüdür. Amma emosional zəka fikirləşir ki, yəni hardasa özlüyündə pis olur ki, uğur qazana bilərdim, daha yaxşı ola bilərdi, bu məni motivasiya edə bilərdi. Yəni emosiyalarımızla bağlıdır. Orada kitabımızda da başqa nümunə ilə qeyd olunub ki, orada da fikir verib daha yaxşı dərindən mahiyyətinə vara bilərsiniz. Sonra insanı əhatə edən şəxslər emosional intellektin dəyişməsinə təsir göstərir. Emosiya və intellekt vəhdət təşkil edir. Yəni, sən emosiyalarınla, intellektinlə birlikdə nə baş verir? Öyrənmə baş verir. Ümumiyyətlə, dərs prosesində, həm olsun həyat prosesində öyrənmənin biz qeyd etdik ki, baş verməsi üçün rasional zəka, fiziki ehtiyaclar, eyni zamanda emosional intellekt də tarazlanmalıdır. Yəni, emosional vəziyyət yerində olmalıdır. Keçirik növbəti. Yəni, deyir, insanı əhatə eləyən şəxslər emosional intellektin dəyişməsinə təsir edir. Bəziləri müsbət olduğu halda, bəziləri dağıdıcı ola bilər. İnsanı əhatə edən şəxslər kimdir? Qohum ola bilər. Qohum, valideyn, hər hansı bir yoldaş, məsələn, götürək şagirdlərdə sinif yoldaşları, onların dostları bu emosional intellektin dəyişməsinə təsir göstərir. Deyir, bəziləri müsbət təsir göstərdiyi halda, yəni insanı müsbət istiqamətdə, şagirdin müsbət istiqamətdə yönləndirdiyi halda, bəziləri olduğu yerdən daha dağıdıcı təsirə, yəni lazım olmayan bir mərhələyə gətirib çıxara bilər. Biz də çalışmalıyıq ki, emosional intellekti müsbət istiqamətdə irəlilədək.
bilərik. Gəlin görək indi emosional intellekt hansı komponentlərdən təşkil olunub. İlk olaraq bəhs edirik özünü dərk. Özünü dərk şəxsin özünü tanımaq xüsusiyyətlərindən, emosiyalarından agah olması daxildir. Məsələn, götürək ki, mən əsəbləşəndə nəyəsə necə reaksiya verirəm və yaxud da ki, utananda nəyəsə necə reaksiya verirəm. Mən özümü tanıyıram, özümdən agaham. Yəni, bunlar nəyə daxildir? Şəxsin özünü dərk etməsinə. Bu mərhələlər ümumiyyətlə biz götürə bilmərik ki, təkcə şagirdə, məktəb yaşlı uşaqlara və yaxud da ki, yetişkinlərə aiddir. Yəni, ümumiyyətlə, yaş irəlilədikcə biz qeyd etdik ki, emosional intellekt dəyişir və inkişaf edir. 50 yaşımda və yaxud da ki, 40 yaşımda başqa cür düşünürdüm, artıq 60 yaşımda başlamışam başqa cür fikirləşməyə. Deməli, özünü dərk nə ilə bağlıdır? Şəxsin özünü tanımasıyla, öz emosiyalarından agah olmasıyla bağlıdır. Yəni, bir növ buna biz nə deyə bilərik? Özünü təhlil də deyə bilərəmmi? Bəli. Sonra özünü dərk, intuisiya və düzgün nəticə çıxarmanın əsasıdır. Özünü dərk mənəvi kompas da adlanır. Yəni kompas nədir? Bilirik ki, istiqamət göstərir. Artıq özünü dərkdə də belə deyim də sən özündən agahsan, emosiyalarından xəbərdarsan, ona görə buna biz mənəvi kompas da deyirik. Götürək bir nümunə ilə deyirəm ki, şəxs əsəbləşəndə ətrafdakılara aqressiv reaksiya verir. Aqressiv davranışlar. Deyirəm ki, əsəbləşəndə hamını kobudluyuram. Bu artıq mən bilirəm ki, əsəbləşəndə nədən istifadə edirəm və yaxud da ki, nəyəsə necə reaksiya verirəm. Hər hansı bir uğursuzluq olanda məsələn necə reaksiya verirəm. Bu məni özümü tanımağımla bağlıdır. Yəni özümü təhlil edirəm ki, nəyə necə reaksiya verirəm. Və yaxud da ki, qeyd edirəm ki, şagird imtahanda uğur qazanmayanda daha çox sinif yoldaşlarıyla və yaxud da ki, dostlarıyla danışmır, ünsiyyət qurmaqdan çəkinir. Yəni, bu hissləri də şagirdə tanımağa, özünü dərk etməsinə köməkçi kim ola bilər? Təbii ki, müəllimlər ola bilər və yaxud da ki, onun ətrafında olan başqa şəxslər. Bu mərhələdə nə kimi suallarla şagirdə tanıtmaq olar? Deməli, sən nə hiss edirsən? Götürək ki, tutalım ki, summativdə nisbətən şagirdin balı aşağı olub. Sual verə bilərsən ki, bu zaman nə hiss etmirsən? Bu nə hiss etdiyi sualını verməklə şagirdin artıq özünü tanımağına, özünü dərk etməyinə biz köməklik göstərə bilərik. Məsələn, deyirəm ki, bu hissi necə təsvir edirsən? Əsəbləşəndə və yaxud da ki, utananda, uğursuzluq olanda bu hissi sən bizə necə təsvir edə bilərsən? O deyər ki, məsələn, əşyaları dağıdıram, əşyanı qırıram və yaxud da ki, kitab oxumaqdan çəkinirəm. Bu ikinci sual. Sonra deyirəm ki, bu hiss sənin davranışına necə təsir edir? Davranışla bağlı olanda deyirəm ki, məsələn, şagirdə sual vermişəm ki, sən summativdə bir sualı səhv yazdın və yaxud da ki, 2 sualı səhv yazdın və yaxud da ki, götürək ki, hər hansı bir imtahana gedib və yaxud da ki, götürə bilərik hər hansı fiziki yarışmalarda iştirak edib. Deyirəm ki, o fiziki yarışmada tutalım ki, ürəyin istəyən kimi çıxış etmədin. Bu sənin davranışda necə təsir göstərir? Qarşı tərəfdən də reaksiya gələ bilər ki, bu zaman başlayıram hamını kobudlamağa. Burada artıq biz şagirdin özünü tanımağa, özündən agah olmasına neynəmiş oluruq? Kömək etmiş oluruq. Və növbəti deyirəm ki, məsələn də o yarışda, futbol yarışında komandamız qalib gəlmədi, uduzdu. Belə davranmağının səbəbi məhz o uduzmağımızdırmı? Niyə belə davranırsan? Yəni, qeyd olunan suallarla sən nə hiss edirsən? Bu hissi necə təsvir edərsən? Bu hiss sənin davranışına necə təsir edir? Belə davranmağının səbəbi nədir? Məsələn, deyirəm ki, aqressiv davranmağının səbəbi nədir? Qarşı tərəfdən də belə bir reaksiya gəlir ki, ona görə aqressiv davranıram ki, biz bugünkü yarışda qalib ola bilmədik. Bu özünü dərk mərhələsidir. Növbəti keçirəm özünü idarə. Özünü idarə deyir, lazım gələndə insanın öz hisslərini güclü, lazım gələndə isə zəif biruzə verməsidir. Götürək ki, məsələn, imtahana gedirik, imtahan prosesində tutalım ki, yolda hər hansı bir çətinliklə qarşılaşdıq. Məsələn, maşın xarab oldu və yaxud da ki, müəyyən problemlər qarşımıza çıxdı. Bu zaman təbii ki, cəmiyyət içidir. Biz çalışacağıq ki, özümüzün o
aqressiv hisslərini içimizə bastıraq, yəni sakitçiliyimizi qoruyub saxlamağa çalışırıq. Bu deməli özünü idarə bacarığı ilə irəli gəlir. Və yaxud da qeyd edirəm ki, sinif mühitidir. Şagirdə bir sözü dəfələrlə deməyimizə baxmayaraq, şagird sakit dayanmır, nə qaydalara, nə prosedurlara əməl etmək istəmir. Bu zaman təbii ki, müəllim nə etməlidir? Öz hisslərini cilovlamağa, öz əsəbini cilovlamağa çalışmalıdır və şagirdə daha mülayim şəkildə yanaşmağa çalışmalıdır. Yəni yeri gələndə öz hisslərini bir uzə vermək, yeri gələndə də onu özündə saxlamaq, ya güclü, ya zəif ola bilər. Bəzən hisslənirsən, əsəbləşirsən, hər şeyi dağıdıb tökürsən. Deməli, öz hisslərini idarə eləyə bilmirsən. Bəzən də, məsələn, cəmiyyət içində, avtobusda gedəndə hər hansı bir problem oldu və yaxud da ki, məktəb mühitində kollektivlə hər hansı bir problem oldu. Sən özünü idarə eləyirsənsə, özünü sakitləşdirməyi bacarırsansa, deməli, özünü idarə bacarıqları yerindədir. Ümumiyyətlə, özünü idarə, rasional düşüncə ilə köklənməsi çox vacibdir. Yəni, aydın düşünüb, aydın da reaksiya verməliyik ki, məsələn, mənim hal-hazırdakı duruma reaksiyam daha yaxşı, ən gözəl reaksiya nə olar? Aydın düşünmə yolu ilə, rasional düşüncə yolu ilə köklənməmiz lazımdır. Yəni, özünü idarə etmə, öz hisslərini cilovlamaq deməkdir qısaca. Götürək nümunə. İmtahan müddətində çox əsəbi və aqressiv oluram. Yəni, artıq bura kimi özümü tanımışam. Yəni, özümü dərk etmişəm. Ona görə də öncədən özümü sakitləşdirməyə çalışıram. Məsələn, imtahandan öncə musiqiyə baxıram və yaxud da ki, imtahandan bir gün öncə müəyyən film izləyirəm. Yoldaşlarımla zaman keçirirəm. Yəni, bu mənim özümü sakitləşdirmə strategiyalarımdır. Düzdürmü? Əgər bura kimi deyirəm ki, aqressiv oluram, özünü dərkdirsə, bundan sonra artıq istifadə elədiyim strategiya, məsələn, deyirəm, özümü sakitləşdirməyə çalışıram. Nə olacaq o? Bu da özümü idarə etməyə yönəltdiyim prosesdir. Keçid edək. Bu mərhələnin hansı sualları var? Baş verənlərə niyə belə reaksiya verdin? Məsələn, qeyd edirəm ki, dərs mühitində iki yoldaş arasında konflikt baş verib. Şagirdlərdən birinə belə bir sual verirəm ki, məsələn, sən yoldaşınla konfliktə girəndə niyə qışqırmağa başladın? Bu artıq deməli bu mərhələnin sualıdır. Və yaxud da ki, hadisəyə başqa prizmadan baxmaq olarmı? Yəni, başqa istiqamətdən baxsaq, bəlkə də qarşımızdakı şəxsə müəyyən haqq verərik. Belə halda sənin üçün bu cür hisslər keçirmək vəziyyətə uyğundurmu? Məsələn, əsəbləşəndə tutalım ki, müəyyən hisslər keçirik. Bu, hal-hazırda olan vəziyyətə uyğundurmu? Bu hal üçün məsələn, uğursuzluq yaşamışıq. Deyirəm ki, bu hal üçün ən doğru reaksiya verməyi necə olardı? Yəni, mən bu mərhələni, bu sualları verməklə şagirdin özünü idarə etmə bacarıqlarını təkmilləşdirmiş oluram. Növbəti mərhələ motivasiyadır. Motivasiya ümumiyyətlə hər bir işin görülməsi üçün bizi motivə edən faktordur. Ümumiyyətlə biz hər hansı bir işi görməmişdən əvvəl, hər hansı bir prosesə başlamamışdan əvvəl bizi motivə edən bir faktor olmalıdır. Motivasiyada əsasən daxili, yəni özümüzü motivasiya edirik və xarici motivasiya olmaqla iki hissədən ibarətdir. Yəni, qeyd etdiyim kimi, istənilən işə başlamamışdan öncə bizim bir motivəmiz olur. Məsələn, milli imtahanına hazırlaşıram ki, yüksək bal toplayım. Bunun üçün də əlimdən gələni edirəm. Gecə, gündüz dayanmadan, durmadan oxuyuram, test işləyirəm, planlı şəkildə çalışıram. Yəni, bu mənim motivə edən faktordur. Düzdürmü? Şagirdlərlə tanışacağım, müəyyən qazanc əldə edəcəm. Mütləq ki, yəni hər bir prosesin kökündə bizi bir motivə edən faktor dayanır. Gəlin görək indi daxili motivasiya nədir, xarici motivasiya nədir? Daxili motivasiya gördüyün işdən aldığın zövqdür. Məsələn, deyirəm ki, tutalım, mən imtahanlarda uğur qazanmaq üçün hər gün sistemli şəkildə bunu özümə aşılamışam ki, çalışmalıyam.
daxilən özümü buna motive edirəm. Bir də var ki, xarici motivasiya. Kənardan tutalım ki, evdə valideynləriniz, ailə üzvləriniz deyir ki, hə, filan kəs gedib MİQ imtahanda yüksək bal topladı, şəhərdə işlə təmin olundu. Bu kənardan gələn motivasiyadır, kənardan gələn bir faktordur. Sən də bunu eşidirsən, duyursan, hə, deyirsən ki, mən də öz üzərimdə çalışacağam, mütləq gedib, amma hansı ki, sənin heç MİQ-ə hazırlaşmaq fikrin yox idi və yaxud da ki, imtahanlarda iştirak etmək fikrin yox idi. Bu fikirləri, yəni qarşı tərəfdən gələn fəaliyyəti, qarşı tərəfdən gələn fikirləri eşitdikdən sonra artıq sən də imtahana hazırlaşmaq istəyirsən. Məsələn, nümunə vermişəm ki, yaxşı nəticə əldə etmək istəyirəm, amma oxumaq mənə maraqsız gəlir. Bu zaman alternativ olaraq dinləmə dərslərindən başlaya bilərik. Məsələn, kurikulum mənim gözümə durub ki, mən bunu necə öyrənəcəm? Axı, mən kurikulumla bağlı heç bir məlumatım yoxdur. Bu zaman açıram ki, hə, YouTube-da filan müəllimlərin dərsləri var. Alternativ olaraq bunları dinləmədən başlaya bilərəm. Dinləyib özümü motive edə bilərəm. Yəni, bir yerdən başlamaq lazımdır. Mütləq ki, nəticəyə çatmaq üçün. Və yaxud da ki, qaçmaq istəyirəm. Daha doğrusu deyim ki, arıqlamaq istəyirik. Amma bunun üçün müəyyən bir fəaliyyətlər yerinə yetirmək istəmirik. Bu zaman daha qısa məsafədən, daha yaxın məsafədən tutalım ki, idman etmək istəyirəm, qaçmaq istəyirəm, daha yaxın məsafədən başlamaq istəyirəm, başlaya bilərəm ki, uzaq məsafəyə qaçmaq, kilometrlər mənim gözümə çox görünə bilər. O zaman daha qısa məsafədən başlayaraq daha uzun məsafələrə çata bilərik etaplarla. Sonra keçirik xarici motivasiya, qeyd etdiyim kimi kənardan gələn təsirdir. Məsələn, daha öncə qeyd etdiyim kimi kimisə istəyirlə imtahanlara hazırlaşmaq. Amma oxumaq istəmirsən, məsələn, qarşında sənin belə bir maneə dayanıb ki, mütləq öyrənmək üçün də yadda saxlayın ki, öyrənmək üçün, uğur qazanmaq üçün qarşındakı o sədləri, o bardiyorları aşmanız lazımdır. Oxumaq istəmirsən, amma evdən deyirəm ki, müəllimlərə kifayət qədər pul ayırmışam və yaxud da ki, qonşu MİQ imtahanda uğur qazanıb və yaxud da ki, dövlət qulluğu imtahanda uğur qazanıb, mən də özümü məcbur hiss edirəm ki, qoy kənardan deməsinlər ki, bu neçə ildə hazırlaşır və yaxud da ki, imtahanlarda uğur qazana bilmir. Yəni, kənardan məni nəysə məcbur eləyir ki, o imtahan prosesinə hazırlaşır. Deməli, xarici motivasiya ətrafdan gələn dəstək də ola bilər. Məsələn, kiminsə dəstəyi. Bir var, özünü motivasiya edəsən, bu daxili motivasiyadır, özünü həvəsləndirəsən. Bir də kənardan, məsələn, ailə üzvlərinizin motivasiyası ola bilər, hər hansı yoldaşınızın motivasiyası ola bilər. Ümumiyyətlə də biz həm daxili motivasiya olsun, həm xarici motivasiya olsun, təbii ki, bunu faydalı olduğuna görə edirik. Mərhələnin sualları hansıdır? Məsələn, səni oxumağa həvəsləndirən nələrdir? Qarşı tərəfdən gəlir ki, məsələn, maaş gözləntim. Qarşı tərəfdən fikir gəlir ki, məsələn, şagirdlərlə işləməyə istəyim var. Çətin vəziyyətdə öz motivasiyanı necə qoruyursan? Məsələn, deyirəm ki, hər hansı bir emosional problem baş verir, oxuyuram amma yenə yüksək yaza bilmirəm. Bu zaman özümü motive edirəm ki, yəni olsun, hər bir uğurun kökündə mütləq bir uğursuzluq dayanır. Mən daha çox test işləyəcəm, mən daha çox çalışacağam, mən gecə yatmayacağam, mütləq ki, uğur qazanacağam. Bu cür özünü, motivasiyamı qoruya bilirəm. Başqaları, məsələn, kənardan səni kimsə həvəsləndirə bilirmi? Ola bilər ki, o qədər şəxslər var ki, şagird olsun, abituriyent olsun, tutalım ki, abituriyent ali məktəbə imtahanlara hazırlaşır. Bu zaman valideynin və yaxud da ki, müəllimin onun həvəsləndirməsi məhz xarici motivasiyaya və motivasiya mərhələsi ilə bağlı suallardandır. Hədəf necə qoyulmalıdır ki, sənə effektiv təsir etsin? Biz şagirdə baxanda, elə şagirdə baxaq və yaxud da ki, özümüzə baxanda özümüzün potensial durumunu görə bilirik də, düzdürmü? Onun səviyyəsinə uyğun, onun öyrənmə bacarığına uyğun bir hədəf qoymalıyıq ki, o hədəfə çatmaq da Achievable-da öyrəndiyimiz kimi nə çox çətin olmasın, nə çox asan. Yəni, şagird, şəxs çalışaraq o hədəfə çata bilsin.
mərhələmiz sosial məlumatlıq empatiyadır. Empatiya başqalarının hisslərindən xəbərdar olmaq deməkdir. Məsələn, özünü başqasının yerinə qoymaq. Empatiyanı inkişaf etdirmək üçün müəllim dərs ilinin əvvəlində buzqıran strategiyalardan istifadə etməlidir. Buzqıran daha çox şagirdlərin bir-birini tanımasına xidmət edən strategiyalardır və bu həm də bullying mövzusunu keçəndə bunu sizə qeyd edəcəm. Yəni bullyingin qarşısını almağa yönələn strategiyadır. Bundan necə istifadə edə bilərik? Məsələn, sual verə bilərik ki, kimin qardaşı var? Bu zaman qardaşı olan şagirdlər deyə bilər ki, mənim qardaşım var. Yerdən tutalım ki, 5 şagird əl qaldırdı. Onlar artıq bir-birində isti münasibətlər yaranmağa başlayır. Məsələn, kim xarici ədəbiyyat oxuyur? Buradan hər hansı bir ədəbiyyat nümunəsi qeyd edə bilərik. Yerdən 3 şagird əlini qaldırır. Bu zaman onlar arasında, yəni şagirdlər bir-birini artıq burada tanıyır. Və yaxud da ki, nümunə göstərə bilərik ki, kim hansı rayondandır. Bu zaman eyni rayondan olan şagirdlər, məsələn, şagirdlərin ayaqqabı ölçülərində tutalım ki, götürək kim 35 nömrəli ayaqqabı 35 nömrədən istifadə edir və yaxud da ki, nümunə olaraq misal göstərə bilərəm ki, kim məsələn tarixi daha çox sevir, kim daha çox fizikanı sevir. Bu zaman eyni öyrənmə və yaxud da ki, eyniliyi olan şagirdlər bir-birini tapacaq və burada o buz münasibətlər, yəni soyuq münasibətlər öz yerlərini isti münasibətlərə verəcək. Və eyni zamanda bu da bir nümunə göstərə bilərik ki, yoldaşım özündən asılı olmayan səbəblərdən dərsə gecikib və buna görə də özünü yaxşı hiss etmir. Sən bu halda özünü necə hiss edərdin? Burada artıq şagird başlayacaq özünü o yoldaşının yerinə qoymağa. Ona hər hansı bir ələ salma olmayacaq və yaxud da ki, məsxərəyə qoymaq olmayacaq. Artıq özünü həmin yoldaşının yerinə qoyacaq və biz qeyd etdiyimiz kimi bu bullying kimi halların qarşısını almağa öncədən hesablanmış müəyyən addımlardır. Suallar. Məsələn, deyirəm ki, yoldaşının yerində sən olsan, əsəbləşəndə neyniyərsən? Bax, burada bir empatiya yaranır. Özünü yoldaşının yerinə qoyur. Qarşı tərəfin, məsələn, deyirəm ki, şagird tapşırığı yazıb, amma hər hansı bir səbəbdən çalışma dəftəri və yaxud da ki, dəftəri evdə qalıb. Sən deyirəm ki, onun, məsələn, əlinin bu halda nə hiss etdiyini düşünürsən. Qarşı tərəfdən də belə bir reaksiya gələr ki, məncə əli çox üzüldü, o da istəməzdi dəftəri evdə qalsın və s. və s. Və üçüncü olaraq qeyd edə bilərəm ki, onların özlərini belə aparmalarına başqa nə səbəb ola bilər? Məsələn, götürək 2 şagird, onlar mütəmadi olaraq götürüm ki, dəftərlərini və yaxud da kitablarını evdə qoyub gəliblər. Sual verirəm ki, məsələn, səncə onların özlərini belə aparmaqla başqa nə səbəb ola bilər? Şagird artıq öz prizmasından baxır məsələyə. Düşünür ki, mən olsam necə eləyərəm? Məsələn, onların yerində mən olsam necə reaksiya verərəm və s. Növbəti mərhələmiz keçirik münasibətlərin idarə edilməsi. Bu daha çox sosial bacarıqlarla, yəni cəmiyyətlə bağlıdır. Münasibətlər harda olur? Cəmiyyətlə və sosial bacarıqlarla bağlıdır. Sosial bacarıqlar qarşı tərəfi aktiv dinləyib ondan nəticə çıxarmaq. Verbal, qeyri-verbal, yəni görsəl kommunikasiya. Eyni zamanda liderlik. Debatdakı kimi inandırıcılıq, yəni bu kimi bacarıqlar. Aktiv dinləmə, münasibət istəyirsənsə qarşı tərəfi aktiv dinləməyi bacarmalısan. Daha sonra sözlü, istər görsəl, məsələn, çıxış eləyəndə jestlərdən, mimikalardan istifadə etmək, bədən dili, göz kontaktı, bunlarda nümunə göstərə bilərik. Liderlik bacarığı, məsələn, komandada liderlik bacarığı, bu da münasibətlərin idarə edilməsidir və inandırıcılıq. Yəni, inandırma bacarığın yerində olmalıdır. Sən əgər qarşı tərəfi özünə inandıra bilmirsənsə, orada hər hansı bir münasibətlərin idarə edilməsinə söhbət gedə bilməz. Vəziyyətə başqa bir prizmadan baxır. Məsələn, tutalım ki, sinifdə hər hansı bir hadisə baş verib Aqil ilə Asim arasında. Burada Asim artıq fikirləşir ki, bəlkə mən həqiqətən Aqili düzgün anlamadım. Bəlkə o bu məsələdə həqiqətən də haqlıdır. Yəni, başqa prizmadan baxıram, məsələyə başqa cür yanaşıram və cəmiyyətdə, sinifdə münasibətləri doğru, düzgün qurmağa çalışıram. Sualları nədir? Məsələn, deyirəm ki, yoldaşınla səncə bir-birinizi bu məsələdə yaxşı başa düşdünüzmü? Ünsiyyət zamanı yoldaşını sona qədər dinlədinmi?
ki sona qədər dinləməlisən ki, oradan düzgün nəticə çıxarasan. Yoldaşını, məsələn, bu məsələdə komandanın işində əlindən gələni etdiyinə yoldaşını inandıra bildinmi? Müzakirədən sonra deyirəm ki, yoldaşınla müzakirə etdin ki, əslində ona qarşı aqressiv olmaq istəməmisən, sadəcə müəyyən problemlərdən onu belə deyim, ona qarşı aqressivlik nümayiş etdirmisən və bu situasiyanı daha sonra yenidən yaşasan, yenə də eyni prizmaya, eyni vəziyyətə düşərsənmi və yaxud da ki, fərqlimi yanaşarsan? Sonra, emosional intellekti formalaşdırmaq üçün strategiyalar. Biz bayaqdan mərhələlərdə istiqamətləndirici sualları verdik. Məsələn, hal-hazırda nə hiss edirsən, eyni situasiyanı daha sonra yaşasan necə reaksiya verərsən və s. Dəstəkləyici mühit yaranmalıdır. Yəni, şagird özünü təhlükəsiz mühitdə hiss eləməlidir. Yəni, həm müəlliminin, həm yoldaşlarının onun yanında olduğunu hiss etməlidir. Və bunun üçün də biz nədən istifadə edirdik? Buzqıran strategiyalarından. Həm özünü qiymətləndirmədən, həm yoldaş qiymətləndirməsindən istifadə etmək lazımdır ki, bunu da müəllim müxtəlif yönəldici sualların köməyi edə bilər. Meta düşüncəni, yəni metakognitiv düşüncəni dəstəkləyən fəaliyyətlər həyata keçirilə bilər. Bu da nə deməkdir? Məsələn, şagirdin özünü tanımasına yönələn bir fəaliyyətdir. Yəni, öz daha dərindən düşünməsi üçün həyata keçirilə bilər və refleksiyaya da istiqamət verilə bilər. Bunlar da ümumən emosional intellekti formalaşdırmaq üçün lazım olan strategiyadır. İzahımız bugünlük bu qədər. Əgər hər hansı bir sualınız olarsa, videonun rəy bölümündə qeyd edə bilərsiniz.